Qubatlının kəndləri tək təbiətinə görə deyil, tarixinə, qədim abidələrinə görə də diqqət çəkir. Onları kəşf elədikcə böyük bir tarixə toxunursan, onun ruhunu hiss edirsən. Bu bölgənin qədim tarixi malik kəndlərindən olan Dəmirçilər xüsusilə diqqətə layiqdir. Kənd Qubatlının mərkəzindən 5 kilometr cənubda, Bazar çayın sağ sahilində, dağətəyi ərazidə yerləşir. Qubatlının Dəmirçilər kəndinin adı Dəmirçilər tayfasının adı ilə əlaqədardır. Dağətəyi ərazidə yerləşən bu kənd Dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranıb. 16-cı əsrdə Qızılbaş tayfaları sırasında adları çəkilən Dəmirçilər sonralar Qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olub. Dəmirçilər adında kəndlərə Azərbaycanın bir çox bölgələrində, Qazaxda, Tərtərdə, Xocalıda da rast gəlmək olur. Qubatlıda bir neçə bir tağlı körpü var. O körpülərdən biri də Dəmirçilər kəndi ərazisində inşa edilib. Bu körpünü 19-cu əsrdə Dəmirçilər kənd sakini sayılıb seçilən el adamı Hacı Bədəl şəxsi vəsaiti hesabına tikdirib. Körpü dağ çayı olan Ağa çayın üzərində salınıb. Bu körpü vaxtı ilə 15 kəndin əhalisinin rayon mərkəzi ilə əlaqəsini təmin edirdi. Onda deyim ki, bu yerlərin təbiəti çox gözəldir. Burada çayın səsi quşların səsi isə çayın səsinə qarışır. Bir sözlə, sən burada təbiətdən həzz alırsan. Körpünün inşasında put daşdan, əhəng və yumurta sarısından istifadə olunub. Körpünün çox maraqlı arxitekturası var. Ram olunmayan Dəlisov dağ çayının üzərində salındığından tağbənd formasındadır. Körpünün ortasında dayaqlar yoxdur. Çünki dağ çayına sel gəlsə, onun maneəsiz axını təmin olunacaq.